Salam uşaqlar. Bugünkü dərsimiz Şah 1-ci Abbasın islahatıdır. Bundan əvvəlki dərsimizdə biz demişdik ki, 1578 və 1590-cı il müharibələrində Səfəvin itirdiyi ərazilər və Şah Abbasın hakimiyyətə çıxması, İstanbul sülhünün bağlanması və bundan sonra Şah Abbasın gördüyü tədbirlərdən danışacağıq. Hakimiyyətə gəlmə ərəfəsinə baxaq. Şah 1-ci Abbasın ölkədə siyasi və iqtisadi vəziyyət pisləşmişdi. Dövlətin ərazisinin böyük hissəsi işğal edilmişdi və buna görə də Şah 1-ci Abbas sülh bağladıqdan sonra ölkədə islahatlar həyata keçirdi. Birinci baxaq Səfəv ordusunun döyüş qabiliyyətini aşağı salan səbəbləri, daimi nizami ordunun olmaması, ordunun qızılbaş tayfalarında qeyri-nizami süvari dəstələrin ibarət olması, zəif nizam-intizam və tayfalar arası düşmənçilik, tayfa başçılarının bəzən vəkil komandana tabe olmaması və müstəqil hərəkət etməsi, odlu silahdan geniş istifadə olunmaması idi. İndi sahələrinə baxaq, hansı sahələrdə keçirildi. Hərbi, inzibati, idarəetmə və vergi sahəsində islahatlar həyata keçirdi. Məqsədləri isə bunlar idi: mərkəzi hakimiyyəti möhkəmləndirmək, Səfəv dövlətinin qüdrətini bərpa etmək, Səfəv ordusunun əvvəlki qüdrətini geri qaytarmaq, Osmanlıya qarşı uğurlu müharibələr aparmaq və itirilmiş əraziləri geri qaytarmaq idi. İndi Şah 1-ci Abbasın islahatlarına baxaq. Tayfa çəkişmələrinə son qoymaq məqsədi ilə tayfa başçılığında irçilik prinsipini ləğv etdi. Tayfa başçılarının vəzifə yalnız şahın rəğbətini qazanmış şəxslərin seçilməsi baş verdi. Nəticədə ordunun formalaşması və qohumluq prinsipinə əsaslı şəkildə sarsıldı. Qoşun tayfa müxtəliflik prinsipi əsasında təşkil edildi. Qızılbaşlara tək başına silah gəzdirmək qadağan olundu. Şah 1-ci Abbasın hərbi islahatları nəticəsində Səfəv ordusu yenidən quruldu. Odlu silaha malik daimi nizami qoşun yaratdı və bununla da Şah Abbas hərbi islahatlardan sonra yenə də qızılbaşları Səfəv ordusunun əsas hərbi qüvvəsi təşkil etdi. Şah 1-ci Abbasın dövründə orduya baxaq. Ordu iki hissədən ibarətdir: süvari qoşun və daimi nizami qoşun. Süvari qoşun nə idi? Müharibələr zamanında Azərbaycan tayfalarına toplanan ənəvvə qoşun idi. Daimi nizami qoşun isə qulam, tüfəngçi və topçulardan ibarət idi. İndi hərbi islahatın nəticəsində yaradılan qoşun növlərinə baxaq. Qızılbaş süvari qoşunu idi. Səfəv ordusunun əsasını təşkil edən Azərbaycanın qızılbaş tayfalarından təşkil olmuş süvari qoşunu idi. Daha sonra gəlirdi qulamlar. Erkən yaşlarında Şah sarayında xüsusi tərbiyə almış Qafqaz məşəlli qeyri-müsəlmanlardan təşkil edilmişdi. Osmanlıdakı piyada qoşunu olan Yeniçəri nümunəsində yaradılmış və Şah ordusunun əsas zərbə qüvvəsi idi. Daha sonra gəlirdi tüfəngçilər, xalqın aşağı təbəqəsindən xüsusi siyahı ilə toplanan və sayısı 12.000 nəfərdən ibarət olan piyada qoşun növü idi və topçulara baxaq. Xüsusi topxana və topçu dəstələri yaradılmış. Əsasən qala mühasirəsi zamanı istifadə edildi. Səfəv ordusunda 500-ə yaxın səhra topu var idi. Şah Abbasın inzibati islahatına baxaq. 1590-cı ildə mərkəzi Ərdəbil olan Azərbaycan bəylərbəyliğini yaratdı. Bu Azərbaycan dövlətçiliyi ənənəni gücləndirdi və Zülfüqar bəy Qaramanlıyı Azərbaycanda bəylərbəyliyin ilk başçısı təyin etdi. Bəylərbəyliyin ərazisi Qızılüzən, Kürd çayı arasındakı ərazilər Zəncan, Xalxal, Ərdəbil, Qaradağ, Lənkəran və Qəzvin vilayətləri daxil idi. Bəylərbəyliyin Azərbaycan qoşu adlı hərbi dəstəsi var idi və 1598-də paytaxtı İsfahana köçürdü. Bu Səfəvi sarayında İran elementlərinin güclənməsinə şərait yaratdı. Şah özünə dayaq yaratmaq və narazı qalan qızılbaşların könlünü almaq üçün İsfahanda türklərdən ibarət Abbasavad adlı xüsusi məhəllə saldırmışdı. Azərbaycandan bura ailələr köçürülmüşdü. Hətta Şah Abbas özbəklərin hücumunun qarşısını almaq üçün Xorasan sərhədində əfşar tayfalarını da göndərmişdi. Gələcək dərslərimizdə biz əfşar tayfalarının, yəni Nadir xan və Nadir Şah haqqında geniş məlumat verəcəyik. Şah Abbas iqtisadi həyat canlıları məqsədə islahatlar həyata keçirdi. Bəzi yerlərdə vergilər azaldıldı və ya ləğv edildi. Özbaşınalığa son qoyuldu. Ölkənin daxili və xarici ticarət təşviq edildi. Xəzinə gəliri artırıldı. Şah Abbasın islahatları nəticəsində Səfəv dövlətinin hərbi və siyasi qüdrəti sabitliyi bərpa edildi. Səfəv dövlətinin keçmiş qüdrəti bərpa etməsinə şərait yarandı. Nizami ordu yaradıldı. Dövlətçilik tədbirlərini qorub saxlanıldı. Səfəv dövlətində Azərbaycan yenə də mühüm ölkə olaraq qaldı və qızılbaşlar əhəmiyyətli mövqelərində saxlaya bildilər. İndi Cəlali üsyanına baxaq. Adını 16-cı əsrdə Tokatda üsyana başçılıq edən Şeyx Cəlaldan almışdır. 16-cı əsrin sonu və 17-ci əsrin əvvəllərində Osmanlı dövlətinə qarşı şərq əyalətlərində və işğal edildiyi Azərbaycan torpaqlarında yayılmışdı. İstanbuldan İrəvana, Bağdaddan Dəmirqapıya qədər, yəni Dərbəndə qədər torpaqları əhatə etmişdi. Feodal özbaşınalığına və amansız istismara qarşı yönəlmişdi. Səbəbi aclıq, soyğunçuluq, məmurların qəddarlığı, dəli
yəni soyqırımları və vergilərin ağırlığı idi. 17-ci əsrin ilk illərində Şərqi Anadoluda və Azərbaycanda daha da genişlənmişdi. Azərbaycanda məqsədi həm də Osmanlı zülmündən qurtarmaq idi. 1591-ci ildə Təbrizdə baş verən üsyan Azərbaycanda cəbhə hərəkatının ilk böyük çıxışı idi. Şah 1-ci Abbas Osmanlı dövlətini Azərbaycandan sıxışdırıb çıxarmaq üçün carilərin gücündən istifadə etmək istəyirdi və cari dəstələrin sərhəd mülkünə sığınacaq vermişdi. Cəsarətli üsyançılar öz qoşununa da hətta qəbul etmişdi. Və Şah 1-ci Abbasın icazəsi ilə 1608-ci ildə carilərdən bir hissə Xüsusiyyət Bəylərbəyliğinə yerləşdirilmişdi. İndi xəritəyə baxsaq, xəritədə biz əsasən nəyə fikir verəcəyik? Biz bundan sonraki dərslərə əsasən 1590-cı ilə qədər işğal olunmuş ərazilərdən geri qaytarılmanı görəcəyik və həmin ərazilər işğaldan azad olunacaq və ərazi yenidən bərpa olunacaq. Əsasən burada nəyə fikir verəcəyik? Biz Azərbaycan Bəylərbəyliyi ərazisinə baxaq. Yəni bu ərazidən ibarət Azərbaycan Bəylərbəyliyi yaratmışdı. Tərkibinə Ərdəbil, Lənkəran, Xalxal, Zəncan, Qəzvin bölgələri daxil edilmişdi və paytaxtın Qəzvindən, yəni biz dedik ki, birinci paytaxt Təbriz, ikinci paytaxt Qəzvin, üçüncü paytaxt isə İsfahan olacaq və paytaxtın İsfahana köçürülməsi bu dərsimizin əsas mövzularından idi. Bir də biz deyəcəyik ki, Cəlali üsyanından sonra 1608-ci ildə Xurşad ərazisinə, yəni bu əraziyə köçürəcək cəlaliləri. Dərsimiz bu qədərdir. Ümidvaram sizin üçün faydalı olar. Oldu, çox sağ olun.